Aha, deməli bu günlər biz danışacağıq Avstraliya materikinin fiziki coğrafi mövqeyi haqqında. İlk öncə biz Avstraliya materiki haqqında onu bilməliyik ki, Avstraliya materiki Hind-Avstraliya litosfer tavasında yerləşir. Avstraliya materikinin sərhədləri litosfer tavasının sərhədlərindən, litosfer tavalarının sərhədlərindən uzaq olduğu üçün Avstraliya materiki tamamilə platformadır. Yəni biz Avstraliya materikində neotektonik zonalar və yaxud zəlzələ, vulkanizm hadisələri müşahidə eləyə bilmərik. Avstraliya materiki yerləşir cənub və şərq yarımkürəsində. Bütövlükdə Avstraliya cənubda və şərq yarımkürəsindədir. Avstraliya materikinin sahillərin iki okeanın suları yuyur. Bunlar Hind və Sakit okeandır. Avstraliya materikini şərq hissədən Sakit okeanın suları yumaqdadır. Mərcan və Tasman dənizi Avstraliya materikinin sahillərini yuyan Sakit okeana məxsus su hövzələridir. Avstraliya materikini şimaldan Hind okeanı, qərbdən və cənubdan Hind okeanının suları yumaqdadır. Deməli, Avstraliya materikinin biz hal-hazırda sahillərinə diqqət yetirsək, Avstraliya materikinin sahillərində olan dənizləri tanısaq, biz bilməliyik ki, Sakit okean tərəfdən Mərcan dənizi və Mərcan dənizinin cənubunda Tasman dənizidir. Daha sonra Hind okeanından əziz yoldaşlar, şimalda Timor dənizi, Arafur dənizidir. Körfəzlərdən şimalda Hind okeanından Karpentariya körfəzi, cənubda Hind okeanından Böyük Avstraliya körfəzi, daha sonra Spencer körfəzi və bu hissədə isə coğrafiyaçılar körfəzi yerləşəcək. Deməli, dəyərli yoldaşlar, siz burada Avstraliya materikinin şimalında Yeni Qvineya adasını görürsünüz. Yeni Qvineya adası sahəsinə görə dünyanın ən böyük ikinci adasıdır. Yeni Qvineya adası iki okeanın sahilində yerləşir, Sakit okean və Hind okeanı. Yeni Qvineya adası iki ölkəyə məxsusdur. Yeni Qvineyanın qərbi İndoneziya, şərqi Papua Yeni Qvineyaya məxsusdur. Yeni Qvineyanın yerli əhalisi Papuaslar adlanır. Yeni Qvineya neotektonik ərazidir, yəni geosinknala uyğun gəlir. Burada zəlzələ, vulkanizm müşahidə olunur. Biz Yeni Qvineyada Lamington vulkanını tanımalıyıq. Yeni Qvineya adasını Avstraliya materikindən Torres boğazı ayıracaq. Torres boğazı eyni qaydada Sakit okeanı və Hind okeanını daha dərinliklə desək, Arafur dənizi və Mərcan dənizini birləşdirəcək. Cənubdan biz Bass boğazını tanımalıyıq. Bass boğazı Hind okeanı ilə Sakit okeanı birləşdirəcək, Avstraliya ilə Tasmaniya adasını ayıracaq. Deməli, biz burada Avstraliyanın cənubunda Tasmaniya adasını da tanımalıyıq. Tasmaniya adası Avstraliyaya məxsus olan bir adadır. Avstraliyanın ştatıdır, Tasmaniya ştatı. Daha sonra biz Avstraliyanın ada və adalarına diqqət elədik, daha doğrusu sahillərində yerləşən adalar. İndi yarımadalarına diqqət eləsək, Avstraliyanın ən böyük yarımadalarından siz Cape York yarımadasını tanımalısınız və Arnhem Land yarımadalarını tanımalısınız. Və eləməz, Arnhem Land yarımadası ilə Cape York yarımadasının arasında da məşhur Karpentariya körfəzi yerləşməkdədir. Avstraliya materikinin sahil xətləri çox parçalanmaya məruz qalmayıb. Bu da onun buzlaşmaya məruz qalmamasına görədir. Deməli, Avstraliya materikinin sahəsi 7,7 milyon kvadrat kilometrə bərabərdir təxminən. Avstraliya materiki bir qitə, bir ölkədən ibarətdir. Avstraliyadan və Avstraliya qitəsindən elə ibarətdir. Avstraliya materiki dünyanın ən quraq materikidir. Avstraliya materikində neotektonik ərazi, yəni cavan vulkanizm və zəlzələ zonası yoxdur, geosinknal yoxdur. Burada olan bütün dağlar qədim dağlardır. Burada cavan dağ yoxdur, burada vulkan yoxdur və dünyanın dediyi ki, ən quraq materikidir. Deməli, daha sonra Avstraliya materikinin ucqar nöqtələrindən danışsaq, Avstraliyanın şimal ucqar nöqtəsi Cape York yarımadasında York burnudur. Cənub ucqar nöqtəsi, əziz yoldaşlar, cənub-şərq burnudur. Qərb ucqar nöqtəsi Steep Point burnudur. Şərq ucqar nöqtəsi isə Byron burnudur. Deməli, Avstraliya materikinin iki yarımkürədə, cənub və şərq yarımkürəsində yerləşdiyini demişdik.
diqqət etsəniz, Avstraliya materikinin mərkəzindən 23,5 dərəcə cənub tropiki keçməkdədir və bu da Avstraliyanı iki işıqlanma qurşağında, Avstraliyanın şimal hissəsini tropik işıqlanma qurşağında, cənub hissəsini isə cənub mülayim işıqlanma qurşağına düşməsinə səbəb olur. Daha sonra biz, əziz yoldaşlar, Avstraliya materikini hissələrə bölürük. Deməli, Qərbi Avstraliya, Mərkəzi Avstraliya və Şərqi Avstraliya. Qərbi Avstraliya və Mərkəzi Avstraliya əsasən yaylalardan və platolardan təşkil olunub. Qərbi Avstraliyada isə gördüyünüz üzrə dağlar yerləşir. Deməli, elə biz Avstraliyanın birinci dağlarından başlayıb danışaq. Avstraliyada bildiyiniz üzrə, əziz yoldaşlar, cavan dağ yoxdur. Avstraliyanın şərqi boyunca Sakit Okean sahillərincə böyük su ayırıcı dağlar uzanır. Böyük su ayırıcı dağları Caledon Hertzin yaşlı qədim qırışıqlıqdır, qədim dağlardır, faylı dağlardır və böyük su ayırıcı dağlarının cənub sahillərində yerləşən massivlər Avstraliya Alpları adlanır və böyük su ayırıcı dağlarının ən hündür zirvəsi Kosciuszko zirvəsi 2228 metr olmaqla burada yerləşmişdir. Deməli, böyük su ayırıcı dağları daş kömür ehtiyatına görə, dəmir filizi ehtiyatlarına görə zəngin bir dağ silsiləsidir, dağ sistemidir və Caledon Hertzin yaşlıdır. İki işıqlanma qurşağında yerləşir, şimal tropik işıqlanma qurşağı və cənub mülayim işıqlanma qurşağında. Daha sonra Avstraliyanın mərkəzinə diqqət etsək, Avstraliyanın mərkəzində Macdonnell dağları yerləşir, düz Avstraliyanın mərkəzindədir və Macdonnell dağlarının ən hündür zirvəsi Zil dağıdır və Zil dağının da hündürlüyü 1531 metrə bərabərdir. Daha sonra, əziz yoldaşlar, Qərbi Avstraliya yaylasını görürük biz. Qərbi Avstraliya yaylasının ən yüksək zirvəsi də deməli, burada dəyərli yoldaşlar, Hamersli dağlarındakı Meharri zirvəsidir. Meharrinin də hündürlüyü təxminən 1200 metrdən artırdır. Və Avstraliyanın biz dağlarını tanıdıq əsasən və Macdonnell dağları ilə Hamersli dağları da Baykaldan öncəki qırışıqlığa aiddir. Bildiyiniz üzrə Baykal ən qədim, Caledon Hertzin qırışıqlıqları qədim, Mezozoy qırışıqlığı orta və yəni Kimmerer qırışıqlığı orta və Kaynozoy alt qırışıqlığı isə yeni cavan qırışıqlıqdır. Burada cavan dağ yoxdur, yenə də deyirəm. Daha sonra Avstraliyanın düzənliklərindən və ovalıqlarından danışmaq istərdim. Avstraliya materikinin şimalında Carpentaria körfəzinin sahilləri boyunca Carpentaria ovalığı yerləşməkdədir. Daha sonra Avstraliyada böyük arteziyan hövzəsini siz tanımalısınız, əziz yoldaşlar. Və böyük arteziyan hövzəsinin nisbətən cənubunda mərkəzi düzənlikləri tanımalısınız. Ovalıqlar da bildiyiniz üzrə hündürlüyü 200 metrə qədər olan düzənliklərə deyilir. Və Murray və Darling çaylarının formalaşdırdığı Murray-Darling ovalığını tanımalısınız. Və böyük Avstraliya körfəzinin sahillərində Nullarbor düzənliyini, Nullarbor ovalığını tanımalısınız. Yaylalarından Qərbi Avstraliya yaylasını tanıdınız və Barkly platosunda bu hissədə tanımalısınız. Deməli, platolar səthi hamar olan yaylalara platolar deyilir. Yaylaların da hündürlüyü 500 metrdən artıq olur. Düzənlikləri bir daha xatırladıram. Düzənliklər 3 yerə bölünür. Ovalıqlar, yüksəkliklər və yaylalar. Ovalıqların hündürlüyü 200 metrə qədər, yüksəkliklərin hündürlükləri 200-500 metrə qədər, yaylaların da hündürlükləri 500 metrdən artıq olur, əziz yoldaşlar. Avstraliyanın dağlarını tanıdıq, Avstraliyanın ovalıqlarını tanıdıq, Avstraliyanın yaylalarını tanıdıq. Daha sonra Avstraliyanın ən hündür yerini biz bildik ki,
2228 metr olan Kostiyuşko dağıdır. Ən alçaq nöqtəsi isə -16 metr olan Eyer gölünün səviyyəsidir, əziz yoldaşlar. Və daha sonra biz burada nəyi deyə bilərik? Deməli, Avstraliya bildiyiniz üzrə dünyanın ən quraq materiki idi və hətta Cənub yarımkürəsinin ən isti ərazisi Murray-Darling hövzəsində burada yerləşməkdədir və Avstraliyada kifayət qədər səhralar yayılıb. Avstraliyada səhraların yayılmaq səbəbini ilk öncə desək, bilməlisiniz ki, buranı tropik xətti kəsdiyindən və Avstraliya materikinin qərbindən soyuq qərbi Avstraliya cəryanı, cənubundan soyuq qərb küləkləri cəryanı təsir etdiyindən və materik daxili mövqeyinin geniş sahə tutmağından burada quru tropik iqlim tipi formalaşır və burada deməli, əziz yoldaşlar, böyük qumlu səhranı, böyük Viktoriya səhrasını soyuq cəryanlar formalaşdırır. Himpson və Simpson səhralarını isə materik daxili mövqeyi formalaşdırmaqdadır. Daha sonra siz Avstraliyanın səhralarını da tanıdınız və burada dəyərli yoldaşlar Tanami səhrasını da tanımalısınız. Tanami səhrası qızıl ehtiyatı ilə zəngin bir səhradır. Daha sonra biz Avstraliyanın fiziki coğrafi mövqeyinə diqqət elədik. Avstraliyanı bilməlisiniz, əsasən 3 iqlim qurşağında yerləşir. Avstraliyanın şimalında subekvatorial iqlim qurşağı, mərkəzində böyük bir hissədə tropik iqlim qurşağı, cənubunda isə subtropik iqlim qurşağı yerləşməkdədir. Deməli, Avstraliya materiki 3 iqlim qurşağında yerləşdi. Və dəyərli yoldaşlar, subekvatorial iqlim qurşağında yerləşən ərazilərdə bilirsiniz ki, yağıntılar yay aylarındadır, qış quraq keçir. Və Cənub yarımkürəsinin yay ayları da dekabr, yanvar, fevral ayları olduğu üçün yağıntı subekvatorial iqlim qurşağında dekabr, yanvar, fevral aylarında düşür. Daha sonra mərkəzi Avstraliyada və Avstraliyanın qərb sahillərində quru tropik iqlim səciyyəvidir. Burada əsasən təbii zonalardan səhralar yayılıb. Avstraliyanın səhralarında vahələrə çox az rast gəlinir. Bildiyiniz üzrə vahələri yeraltı sular yaradırdı ki, burada yaşıllıqlar əmələ gəlirdi səhranın ortasında. Avstraliyada niyə görə azdır? Çünki Avstraliyanın yeraltı suları çox dərindədir və ən böyük arteziyan hövzəsi də məhz dünyada arteziyan hövzələrindən biri Avstraliyadadır. Burada təxminən 7000-ə yaxın arteziyan quyusu var. Arteziyan hövzəsi də bilirsiniz ki, yerin altında iki su keçirməyən layın arasında olan təzyiqli sulardır. Avstraliyanın qərb sahillərinə, tropik iqlim qurşağında şərq sahillərinə diqqət yetirdikdə burada rütubətli tropik iqlim formalaşır. Bunun da səbəbi isti şərqi Avstraliya cəryanının təsir göstərməsidir. Bilməlisiniz ki, soyuq cəryanlar təsir etdiyi ərazilərdə buxarlanma və buxarlanma qabiliyyəti arasındakı fərq artır, səhra yaranır, iqlim quraqlaşır, amma isti cəryanların təsir etdiyi ərazilərdə rütubətli artır, qalxan hava formalaşır, yağıntı verir və burada suyun duzluluğu da artır, çünki buxarlanma artdığı üçün. Və Avstraliyanın da ona görə əhalisinin əksər hissəsi Avstraliya materikinin şərq sahillərində məskunlaşıb. Avstraliyanın cənubuna diqqət etsək, Avstraliyanın cənub-qərbində subtropikin Aralıq dənizi iqlim tipi, mərkəzində subtropikin kontinental tipi, şərqində isə subtropik iqlim qurşağının bərabər rütubətli iqlim tipi formalaşıb. Deməli, burada Avstraliyanın cənub-qərbində Aralıq dənizi subtropikin Aralıq dənizi tipində bilməlisiniz ki, yağıntılar əsasən qış aylarında düşür. Cənub yarımkürəsinin qış ayları iyun, iyul, avqust aylarıdır. Və burada cod yarpaqlı meşə və kolluqları hakimdir, torpaqları da qəhvəyidir. Mərkəzində soyuq qərb küləkləri və mərkəz mövqe tutmaqla əlaqədar kontinental subtropik formalaşıb. Cənub-qərbində isə il boyu bərabər rütubətli subtropik formalaşıb. Burada da yenə qəhvəyi torpaqlar və cod yarpaqlı meşə və kolluqlar
üstünlük təşkil edəcək əziz yoldaşlar. Avstraliya materikinin şimal-şərqində ən böyük mərcan adaları Böyük Sədrifi yerləşir ki, və Avstraliya materikinin ona görə də şimal-şərqində gəmisi üçün əlverişli limanlar mövcud deyil. Avstraliya materiki faydalı qazıntılarla kifayət qədər zəngin bir materikdir. Cape York yarımadası dünyada fosforit ehtiyatına görə birincidir. Və Avstraliyada əsasən əziz yoldaşlar böyük suarıcı dağlarından daş kömür hasil edilir. Arnhem Land və Cape York yarımadalarında uran da mövcuddur. Uran. Avstraliyanın mərkəzində əsasən ovalıqlarında çökmə faydalı qazıntılardan neft, qaz mövcuddur dəyərli yoldaşlar. Və Avstraliyada faydalı qazıntıların çıxarılması bir növ Avstraliyaya sərf eləyir. Bunun da səbəbi kristallik bünövrənin səthə yaxın yerləşməsidir. Burada faydalı qazıntılar açıq üsulla çıxarılır. Məsələn, Qərbi Avstraliyada yerləşən qızıl mədəni olan Superpit qızıl mədənini tanımalısınız. Açıq üsulla çıxarıldığı üçün hasilat ucuz başa gəlir.